Quranda Bələd surəsində maraqlı bir ayə var. Buyurun. İndi ərəbcəsi belədir də: "Xələqnəl insane fi kəbəd." Ne Deyir ki, deməkdir? biz insanı çətinlikdə yaratdıq. Ha, Yəni o fi dadə şəkilçisidir də. Yəni çətinliyin içində yaratdıq. Məsələn, mən hardayam? Evdə. Yəni evin içində. Bu da ayə buyurur ki, biz insanı çətinlikdə yaratdıq. Sizcə bu çətinlikdən qaçmaq ilahi qanundan qaçmaq deyilmi? əlbəttə. Çətinlikdən qaçmağı deyilmi nədir? Bəli. Məsələn, adamların çoxusu narkotikə qaçır, o çətinlikdən qaçmaqdır. Süni şəkildə həzz almaqdır. Sən həqiqəti dərk eləyəcəksən və məst olacaqsan həyatı görməkdən. Buna çata bilmirlər deyə süni narkotik vasitələrə vururlar özlərini adamlar. Sənin işin biraz çətindir, düzdür. İbrahimin yolu çətindir, Yusifin yolu çətindir, Məhəmmədin yolu çətindir, Zərdüştün yolu çətindir. Amma sən asan yol seçirsən sevinc üçün, sevincin asan yollarını sənə şeytan təklif edir və onlar səni məhv edir. İnanmırsan, bax bu yolu getmiş insanların aqibətlərinə. İnsanların çoxusu alkoqolizmi seçirlər. Yoxsa nə var ki orada? Onu Keyirlər. Onu içir ki, heç olmasa o çətinlik situasiyasından güya çıxsın. Sən o situasiyanı transformasiya eləməlisən. Çətindir insan olmaq. Bunu nə var bilmək ki?